başladım özümü araştırmağa. Və mən özümü araşdırmağa başlayanda təbii ki bir fiziki varlıq olaraq, psixoloji, nəyi biz nədən ibarətik? Nəyəm, mən necə formalaşmışam, nədən ibarətəm? Və bütün bunları araşdıranda biz nə çıxdı qarşıma və dəhşətə gəldim. Ondan sonra həyatım dəyişdi. Əzizlərim, mən anladım ki, bu dünyada yaxşı və pis insan yoxdur. Bu dünyada azad insan var, bir də kölə insan var. Azad insan, yəni milyonu ola bilər, bahalı villalar, istənilən şəraitdə yaşaya bilər. Amma kölədir. Və yaxud kasıb bir daxmada da yaşaya bilər. Yenə də kölədir. Və yaxud azaddır, fərqi yoxdur. O bilirsiniz nədir? İnsan öz içində məğlubdur. Bütün mənbələr bunu deyir. Əsl mübarizə bizim içimizdədir. Siz bunu başa düşsəz də, düşməsəz də, bunu bilən çox adamlar var, çox. Bu dəqiqə bu haqda hamı danışır. Sadəcə onu müşahidə eləmək və özünün onu anlayanda dəhşətə gəlsən ki, kişi, o orada filan vaxtı belə demişdi, oturub o güya ki, məqam sahibləri də çatıblar, 1600 bundan il qabaq baş verənlərin üstündə çayxanalarda mübarizə eləyənlər içində məğlubdur, məğlub. Bəli, biz müstəqil, sərbəst qərar verən varlıqlar deyilik. Bizə heç kim heç eləmir. İçimizdə insan azad olanda, o mümkün çox çətindir. Yəni 24 saatın, yəni 1 saatın azad ola biləndə hər şey dəyişir, rənglər dəyişir, həyat dəyişir, həyat başqalaşır. Qalan vaxt isə biz avtopilotdayıq və inanın ki, bugün o belə oturub mənə kənarda gülənlər var. Sizə demək istəyirəm ki, əzizəm, siz köləsiz, heç bir məqama çatmamışsınız. Siz acizsiz, məğlubsuz öz içinizdə. Bu dünyada yaşadığınız bugünə kimi həyatı yaşamamışsınız. Bu acıdır, bunu bilir, çoxları bilir. Bu, bilirsiniz, mən dediyim şəxs, mən burada oturmuşam, danışıram da sizə, düzdürmü? Mənim düşüncələrim indi hardadır. Elə bir siz onları burada tutmaq asandır. Asad deyil. Mən danışıram, video çəkirəm. O isə, köhnə qonşumuz 30 il bundan qabaq, bu nənənin yanındadır. Bax, ona sahib çıxmaqdan gedir söhbət və onu anlayanda başa düşürsən ki, cənnət də buradadır, cəhənnəm də buradadır, şeytan da buradadır, bax, beyin. Tanrı da buradadır.